Ermənistanda deputat seçilən Həsənov kimdir? Milliyyətcə Yezidi Kürdü. Ermənistan Yezidi Kürd icmasının rəhbəri Knyaz Həsənov bu ölkənin hakim Vətəndaş Müqaviləsi Partiyasının milli azlıq nümayəndəsi kimi ardıcıl 4-cü dəfə deputat seçilib. Today Press TV xəbər verir ki, bu barədə siyasi şərhçi Kənan Rövşənoğlu sosial şəbəkə hesabında paylaşım edib. Onun sözlərinə görə 80-dən çox yaşı olan Knyaz Həsənov əvvəllər Azərbaycanın ünvanına hədələr səsləndirməkdə yadda qalıb. Sən demə, bu Knyaz Həsənovun qızı Narin Nadirova Diyarbəkərin Amet Spor Futbol Klubunun idarə heyətinin üzvü imiş. Nadirova da elə belə adam deyil. Qazaxıstan vətəndaşıdır, milliyyətçidir. Home Credit Banka rəhbərlik edib, nüfuslu şəxsdir. Bilməyənlərin nəzərinə onu da çatdırım ki, Amet Diyarbəkir sözünə qarşı separatçı kürdlərin ortaya atdığı addır. Bu yaxınlarda Diyarbəkirdən olan keçmiş kürd deputat Altan Tan axırda dilə gəldi ki, əslində Amet sözü də kürd sözü deyil, qədim Suryani dilindən gəlirmiş. Amma indi Diyarbəkir türk adı olduğu üçün separatçı kürdlər onun əvəzinə Amet sözünü ortaya atıblar. Mənə maraqlı gələn Ermənistanlı Yezidi Kürd qadının Amet sport komandasının rəhbərliyində yer alması oldu. Bütün dolaşıq işlər həmişə gedib erməni məsələsinə çıxır, deyə siyasi şərhçi paylaşımda bildirib.